Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda funksiyalar və qrafiklər bölməsinin yeni test toplusundan ilk bölümünün izahını verəcəm. İzaha keçmədən öncə, əgər sən bu hal-hazırda izah olunacaq sualların PDF-ini də istəyirsənsə, birazdan misalların həllinə keçəcəm. Misalları burada yazacağım. Sən bu həlləri ilə bir yerdə bütün misalların həllini də PDF-ini saxlayacağam. Sən o PDF-i də əldə etmək istəyirsənsə, WhatsApp kanalımıza qoşula bilərsən. Aşağıda açıqlama bölməsindən nömrə ilə əlaqə saxlaya bilərsən və yaxud da rəy bölməsinə PDF sözünü yaz. Mən sənə WhatsAppdan PDF-i göndərim. Gəlin keçək testimizin izahına. Deməli, bir nömrəli sualda deyir ki, funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırları demək, funksiya özü nə deməkdir? Funksiya demək y deməkdir. İndi y-in sıfırları, yəni y-i sıfıra çevirən qiymət. Bizim y-imizin cavabı budur. Bunu sıfıra çevirən qiymətlər lazımdır. Ona görə mən nə edirəm? Funksiyanın sıfırları deyilən zaman y-in cavabını sıfıra bərabər edin. Yazıram ki, 3'də 1, 2x çıxılsın 20 bərabərdir sıfıra. 3'də 1, 2x bərabərdir 20'ni sağa göndərəndə 20 olacaq. Mənfi 20 idi, müsbət 20 oldu. X'i buradan tapan zaman çapraz şəkildə bunlar bir-birinə vurulacaq. Olacaq cavabımız 60. Düzgün cavab C variantı. Funksiyanın sıfırları deyilən zaman şagird funksiyanı, yəni y-i sıfıra bərabər eləməlidir. Vəssalam. İndi bax, məsələn, bu sual normalda silirdik, amma artıq silməyəcək. Bu sual burada qalacaq. Sənə PDF kimi Telegramdan və yaxud da WhatsAppdan yenə dediyim kimi rəy bölməsinə PDF yaz, mən sənə göndərim. Gəlin keçək 2 nömrəli suala. 2 nömrəli sualda da deyir ki, funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırlarını tapmaq üçün şagird y-i sıfıra bərabər eləyən dəyərləri tapmalıdır. Yəni x-ə nə verəndə cavab sıfır olur. İndi y bərabər 9 funksiyası verilibdir. Mən x-ə nə versəm cavab sıfır olacaq deyə düşünürəm, amma heç ortada x yoxdur. Yəni bax, ortada bir x olsa mən onu sıfıra bərabər etməliyəm. 9 sıfıra bərabər olmur axı. Bu funksiyanın sıfırları yoxdur deyəcək. Məsələn, özümdən örnək bir misal yazım. Y bərabər 2x minus 6 olsun. Desəm ki, bu funksiyanın sıfırlarını tapın. Sıfırları. Funksiyanın sıfırları deyirəmsə, bu ifadəni sıfıra bərabər eləməliyəm. 2x çıxılsın 6-nı bərabər edirəm sıfıra. 2x bərabərdir müsbət 6-ya. X də bərabərdir 6-nı 2-yə böləndə 3-ə. O zaman funksiyamın sıfırı 3-dür. Amma bu funksiyamın sıfıra çevirən qiymət olmadığına görə yazıram ki, bunun funksiyanın sıfırı nədir? Yoxdur. Düzgün cavabımız D variantı olacaq. 3 nömrəli suala baxaq. Deyir ki, funksiyanın qrafiki D9-3-1 nöqtəsindən keçər. Yadda saxla. Ümumiyyətcə, mötərizədə verilən bir nöqtənin, bax, nöqtədən naşır düzdürmü? Nöqtənin mötərizənin içərisində verilən qiymətdə koordinatlarını bildirir. Koordinatların qiymətlərini bildirir. Birinci yerdə duran qiymət mötərizənin içərisində. Birinci yerdə duran qiymət x-in qiyməti olur. İkinci yerdə duran qiymət isə y-in qiyməti sayılır. Nöqtədə mötərizənin içərisində, məsələn, bir A nöqtəsi olsun 3'ə 7, B nöqtəsi olsun 8'ə 5. Məsələn, hər hansı bir nöqtələr yazdım. Bunun içərisində olan birinci rəqəmə x, ikinci rəqəmə y. Birinciyə x, ikinciyə y deyəcək. Yaxşı. O zaman sən nə edirsən? Bu tip suallarda x-in yerinə öz qiymətini, yəni 9, y-in yerinə də öz qiymətini yazsam. Y-in yerinə yazıram mənfi 3'də 1. Mənfi 3'də 1 bərabərdir. K bölünsün. X-in də yerinə 9 yazıram. Bunları çapraz şəkildə bir-birinə vuracam. İndi mənfini harda yazmaq məsləhətlidir? Şagird istəsə mənfini bura yazar, bir problemli bir şey yoxdur. Mən aşağı yazıram. Bunları çarpaz vuranda mənfi 3k bərabərdir 9'a. Buradan k da bərabərdir mənfi 3'ə. K-nı soruşurdu, düzgün cavab A variantı. Gəlin baxaq 4 nömrəli suala. Bizə deyir ki, y bərabərdir k bölə x funksiyası verilmişdir. Deyir, bu funksiyanın qrafiki B mənfi 25 bir də 5'də 1 nöqtəsindən keçərsə k-nı tapın. Şagird x-in yerinə mənfi 25, y-in yerinə 5'də 1 yazmalıdır. Yazır ki, 5'də 1 bərabərdir k bölünsün. X-in də yerinə mənfi 25. Bunları çarpaz şəkildə bir-birinə vursa 5k bərabərdir mənfi 25'ə. K da bərabərdir 25'i 5'ə böləndə mənfi 5. Düzgün cavabımız B variantı olacaq.
Gəlin baxaq 5 nömrəli suala. Deyir K'nın hansı qiymətində y bərabərdir? K minus 2 bölək x funksiyasının qrafiki mənfi və mənfi 7 nöqtəsindən keçər. Şagird aparıb x-in yerinə bu qiyməti, y-in yerinə də bu qiyməti yazmalıdır. Y-in yerinə yazıram mənfi 7, mənfi 7 bərabərdir. K çıxılsın 2 bölünsün. X-in də yerinə yazıram mənfi 3'ü, mənfi 3. İndi bunu həllinə keçək. Deməli, bunu çarpraz bir-birinə vuracaq. Məxrəcdə 1 olduğu üçün bunlar yazılmır. Mənfi 7-ni mənfi 3'ə vuranda 21 bərabərdir. K çıxılsın 2. K da buradan edəcək 23. Düzgün cavabımız D variantı. 6 nömrəli suala deyir ki, bucaq əmsalı mənfi 0,4 olan xətti funksiyanın, bax, xətti funksiyanın qrafiki bu nöqtədən keçirsə, onun tənliyini yazın. Xətti funksiyanın qrafiki y bərabərdir kx üzərinə gəlinsin b. Bu nəyin qrafikidir? Bax, xətti funksiya. Xətti funksiya deyilən kimi şagird ilk öncə bunu ağlına gətirməlidir. Bucaq əmsalı kimdir? K. Bizim K'nın qiymətini veriblər mənfi 0,4. K'nın qiymətini veriblər, bizə lazım olan B'dir. Bizə tənlik yazmaq istəyir. Sonra bizə deyir ki, A mənfi 2,5 bir də 2,6 nöqtəsindən keçərsə, x-in yerinə 2,5, y-in yerinə 2,6 qoyun, K'nın yerinə də mənfi 0,4 qoyacaq. Y-in yerinə yazıram 2,6. 2,6 bərabərdir. Mənfi 0,4 vurulsun 2x. X-in də yerinə yazıram mənfi 2,5 üzərinə gəlinsin b. Mənfi 0,4'ü 2,5'ə vuran zaman edəcək cavabımız 1. 2,6 bərabərdir 1 üzərinə gəlinsin b. B'mizin də cavabı 2,6'dan 1 çıxanda 1,6. B'ni 1,6 tapdıq və salam. Yazıram ki, y bərabərdir kx üstə gələk b'də. K'nın qiyməti mənfi 0,4 daxı. Y bərabərdir mənfi 0,4 2x üstə gələk. B'nin də cavabı 1'dir. Bax, cavabımız bu formada olacaq. Daha doğrusu 1,6 b'miz. Mənfi 0,4x üstə gələk 1,6 C variantı. 7 nömrəli suala. Funksiyalardan hansı xətti funksiyadır deyir. Xətti funksiya olması üçün y bərabərdir kx üzərinə gəlinsin 5 şəklində olmalıdır bizim funksiyamız. Burada x-in dərəcə ölçüsünə fikir versəz 1 olacaq. Məsələn, başlayaq A variantında. A variantında deyir ki, y bərabərdir x-də 1 üstə gələk 5. Mən buna ortaq məxrəc gətsəm, deməli, ortaq məxrəc gətsək nə olacaq? Olacaq x-də 1 üstə gələk 5'i x-ə vuranda olacaq 5x. Ortaq məxrəc gətirdim. Bizim xətti funksiyamızda x-in sayı 1 dənədir. Üzr istəyirəm, x-in sayı 1 dənədir. Burada nə qədər x var? 2 dənə x verilibdir. Biri məxrəcdə, biri surətdə, bir ifadə, xətti funksiya deyil. B variantına baxsaq, y bərabərdir x üzərinə gəlinsin x-də 1. Burada da 2 dənə x verilibdir. Ortaq məxrəc gətirən zaman x-ə dəyəndə x-in kvadratı üstə gələk 1 olur. Bu xətti funksiya deyil. Xətti funksiya ona deyirlər ki, burada x-in qiyməti sayı olaraq bir dənə olsun və o da stabil formada, düz formada, bu formada verilsin bizə. Məsələn, C variantına baxsaq, C variantında deyir ki, y bərabərdir x-in kvadratı minus 1 bölü x. Xətti funksiyada x kvadratı olmamalıdır ümumiyyətcə. X-in dərəcə ölçüsü 1 olmalıdır. Bu 2'nin olmağı ilə başından bəri yanlışdır. D variantına baxsaq, D variantında deyir ki, y bərabərdir x minus x-də 1. İndi biz buna ortaq məxrəc gətsək, x-də, x-ə deyəndə nə olacaq? X-in kvadratı minus 1 olacaq. Burada dərəcə ölçüsü neçə oldu? 2 oldu. Xətti funksiyada dərəcə ölçüsü 2 olmamalıdır. Dərəcə 1 olmalıdır. Bax, buraya yazıram. Dərəcə 1 olmalıdır. Gəldik, deməli, hansı sonuncu variantımıza? Y variantı. Y bərabərdir 5'də 2 üzərinə gəlinsin 3'də 1. Ortaq məxrəc gətsək, biz bunlara səliqəyə salsaq, 15'i gətsək, 5'ə vuraram, 5'ə vuraram. Oldu 15'də 3x üstə gələk 5. Vəssalam. Bax, bu xətti funksiyamız artıq bizim olacaq. Çünki burada x-imizin sayı bir dənədir. Heç bunları yazmasaydıq belə, biz y bərabərdir 5'də 2 üstə gələk 3'də 1 deyilmi? Xətti funksiyanın düsturu kx üstə gələk b'dir. Bu x'in qabağında duran 1 var. Bizim k'mız bax budur. X'in önündə duran. Yəni bizim elə k'mız
H5'te x yazmışam. H5'te 1 vurulsun x yazmışam. Aynı şey demek değil mi? X diyecek 1'e 5'te x olacak. Bizim bak k'mız 5'te 1'dir. X'imiz de var. B'miz de var. Bak buna deyirik xəttli funksiya. Y bərabər kx üstəgələk b kimi olan funksiya xəttli funksiya. Düzgün cavabımız E variantı. 8 nömrəli suala baxaq. Qrafikə görə xətti asılılığı müəyyən edin deyə bir sual verilibdir. Xətti funksiyanın qrafiki y bərabərdir kx üstəgələk 5 şəklində olmalıdır. Y-i kəsən yerdə b deyirdik hər zaman. Biz b, y-i kəsən yer deyirdik. Y-i sıfırda kəsdiyi üçün bizim b-mizin qiyməti sıfırdır. B-miz sıfır olduğundan düsturumuz olur y bərabərdir k vurulsun x-ə. Düzdür. K nədir bəl burada? K burada bucaq əmsalıdır. Bucaq, bax, hamısını yazıram. K bucaq əmsalıdır. K'nın tapılması da tangens alfadır. Yəni, burada olan bucağın tangens alfası. Yəni, K bərabərdir tangens 60 dərəcə. Tangens 60 dərəcədə də kök 3 alacaq. K'nın qiymətini kök 3 tapsıqsa yazırıq yerinə. Y bərabərdir. Kök altında 3 vurulsun x. Düzgün cavab E variantı olacaq. İndi bucağı burada verməz, başqa yerdə verir, onu sizə deyəcəm. İlk öncə yadda saxlayın ki, o bucağın tangens alfası tapılır ki, x oxunun müsbət istiqaməti ilə əmələ gələn bucağın. Buradakı 60 dərəcəmiz iti bucaq olduğu üçün k'mız müsbətdir. Yox, kör bucaq olsaydı k'mız mənfi olardı. Gəl onunla da aid misal nümunəsi göstərim. Məsələn, sual 9. 9 nömrəli sualda da deyir ki, xəttli funksiyanın qrafikini tapaq. Biz ilk öncə yazmalıyıq y bərabərdir kx üstəgələk b. B-miz 0 olduğuna görə y bərabərdir kx olur. Biz k'nı tapmalıyıq. K tangens alfadır. Tangens 120 dərəcəni tapmağı bilən varsa, bax bu bucağın tangesini tapacaq. 120 ilə tapsın. Yox, 120-ni tapa bilməyən şagird varsa, o zaman hansı üsuldan əl atmalısınız uşaqlar? Ümumiyyətlə biz hansı tangens alfanı tapırıq? Funksiyamız var ya, bax bu funksiya. Bu xəttə funksiya deyirlər. Funksiya x oxunu kəsəndən sonra x oxunu burada kəsdi. Y də burada kəsdi qismətə. X oxunu kəsəndən sonra x ilə yaratdığı, x ilə yaratdığı aradakı bucağa deyirlər tangens alfa. İndi sən bu 120 dərəcəni bilmirsənsə, götür yine onun solundakının bucağı ilə davam eləməyə haqqın var. Mənim bunu yazmağa haqqım var? Var. 180 dərəcə olmalıdır tamamı. 120 dərəcə varsa 60 dərəcə. Sən k'nı tangens 120 əvəzinə k bərabərdir tangens 60 şəklində yazırsan. Tangens 60-da kök 3 alır. Amma incə məqam nədir? Sən kök 3 kimi yazdın. Sən bu bucağı tapmadın, sən digər bucağı tapdın, düzdür? Bu bucaq kör bucaq olduğu üçün, ikinci, dördüncü rüblərdən kesiyi üçün k'mızın cavabı mənfi olacaq. Yəni k bərabərdir mənfi kök altında 3 olacaq. Cavab olacaq k'nın qiyməti mənfi kök 3 olduğu üçün, b'mizdə olmadığı üçün y bərabərdir mənfi kök altında 3 2 olacaq. Gəlin baxaq 10 nömrəli suala. Bizə deyir ki, y bərabərdir kx plus b funksiyasının qrafikini verilmişdir. K və b'nin işarələrini təyin eləməyi soruşur. B bilməyənlər üçün deyək, bir də təkrar. B, y oxunu kəsən yerə deyirlər. Y oxunu kəsən yerə B deyirik. Y aşağıda kəsib yuxarıda, aşağıda. Bizim funksiyamız bu xəttdir da. Funksiyamız y oxunu aşağıda kəsdiyi üçün deyirik ki, B-mizin qiyməti sıfırdan kiçik, yəni mənfidir. K'nın mənfi müsbət olduğunu necə araşdıracaq uşaqlar? Yadda saxlayın, bir çox yol var. Yollarından biri budur. Koordinat oxunda bura deyirlər birinci rüb, bura deyirlər ikinci rüb, bura üçüncü rüb, burada dördüncü rübdür. Əgər bizim bu funksiyamız kəsib keçəndən sonra birinci, üçüncü rüblərdən keçirsə, K müsbət. Yox, ikinci, dördüncü rüblərdən keçirsə, K da mənfi olacaq. Bizə verilən bu funksiyada funksiyamızın keçdiyi rüblər hansı rüblərdir? Birinci rüb və üçüncü rüb. Birinci və üçüncü rüblərdən keçirsə, K'mız olacaq müsbət. B'miz sıfırdan kiçik olmağına baxmayaq, K'mız müsbət, B'miz sıfırdan kiçik. Düzgün cavabımız B variantı olacaq. Gəlin baxaq 11 nömrəli suala. Y bərabər kx plus b funksiyası verilibdir. Bizə k'nın da b'nin də işarəsini tapmağı soruşur. Y-i kəsən yerə b deyəsən. Y-i yuxarıda kəsirsə müsbət, aşağıda kəsirsə mənfi. Bax funksiyam y oxunu yuxarıda kəsir.
Onda deyəsən B müsbətdir. Yaxşı, B-mizin cavabı müsbətdir. K-mızı necə tapacaq? İkinci rüb, bir də dördüncü rüb. İkinci, dördüncü rüblərdən keçərsə, K-mızın cavabı mənfi olur. O zaman ikinci, dördüncü rüblərdən keçdiyi üçün K-mız nə olacaq? Mənfi. K-nın mənfi olma səbəbini də altdan yazaq. 2 və 4-cü rübdən keçər. Keçir deyə. İkinci və 4-cü rüblərdən keçir deyə K-mız sıfırdan kiçik olacaq. Gəlin baxaq 12 nömrəli suala. Funksiyanın qrafikinə əsasən K üstəgələ ilə B cəmini soruşur bizdən. Dedik ki, Y oxunu kəsən yerə nə deyəcək? B deyəcək. Y kəsən yerin qiyməti B-dir. O zaman B-mizin qiyməti neçə olacaq? 5 olacaq. Şagird istəsə bu üsuldan yaza bilər. Birinci usul deyək. Yazar ki, Y bərabərdir K2 üstəgələ B-nin cavabını 5 verib zaten. 5'e. Biz bunu istifadə elədik, düzdürmü? Bu 5'i istifadə eləmişik. Qaldı ki, yeriyə bunu istifadə eləmək. Bu hansı nöqtədir? Bilməyənlər üçün deyək. Funksiyamızın x oxunu kəsdiyi yerdə bu x oxudur. X oxunu kəsdiyi yerdə y-in cavabı 0 olmalıdır. Nətər yəni müəllim? Mənfi 5-də kəsmir buranı. X oxunu mənfi 5-də kəsdiyi üçün y bərabər 0 olmalıdır həmən nöqtədə. O zaman mən x-in yerinə mənfi 5 yazacağım. Çünki bunu istifadə elədik artıq. X-in yerinə mənfi 5 yazanda nə olacaq? Cavabım, y-imin cavabı 0 olmalıdır. 0 bərabərdir. X-in yerinə mənfi 5 yazanda mənfi 5k üstəgələk 5'e. Mənfi 5k'nı sola göndərəndə olur 5k bərabərdir 5'e. K-mızın da qiyməti 1 çıxar. K-mızın qiyməti 1'dir. B-mizin qiyməti 5'dir. K-ya 1, B-yə 5 verində. Toplayanda edəcək cavabımız 6. A variantı. Gəlin baxaq 13 nömrəli suala. Deyir, y bərabərdir 5'də 3x üstəgələk 400 xətti üzərində absis ordinatına bərabər olan nöqtənin koordinatlarının cəmini tapın. Absisi ordinatına bərabər. Absis biz kimə deyirdik? X-ə. Ordinat kimə deyirdik? Y-ə. Deyir ki, absis ordinatına bərabər olsun. O zaman yazıram absis bərabər olsun ordinatına. Düzdür? O zaman gəlin aparaq y-in yerinə x yazaq. Çünki y x-ə bərabərdir. X bərabərdir 5'də 3x üstəgələk 4. Hər tərəfi vuracam 5'ə ki, bu məxrəzdəki 5'dən azad olaq. Hər tərəfi 5'ə vurağın. Oldu 5x bərabərdir. 5'ə vuranda bunlar gedəcək 3x. 5'ə vuranda olacaq 20. 5x-dən 3x çıxanda 2x bərabərdir 20 olarsa, x-in cavabı 10 olacaq. X-in cavabını 10 tapdım. İndi x-lə y-in olduğu üçün y-in də cavabı məcburən 10 çıxdı. Bizə də deyir ki, sualda absisi ordinatına bərabər olan, bərabərlədik, nöqtənin koordinatlarının cəmini tapın. Nöqtəni biz tapmışdıq. Deməli 10, y-imiz də çıxdı 10. Bu nöqtələrin cəmini soruşur. 10 üzərinə gəlinsin 10. Bu da edəcək 20. Gəlin baxaq 14 nömrəli suala. Bizə də deyir ki, absisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Absisi ordinatına bərabərdirsə, y bərabərdir x olacaq. Absis ordinatına bərabərdir. Y-in yerinə x yazıram. X bərabərdir 4'də 3x üstəgələk 2'yə. Deməli, hər tərəfi 4'də vuracam ki, bu məxrəzdəki 4 keçsin. Hər tərəfi 4'də vuran zaman 4x bərabərdir. Bunlar gedəcək 3x. 4'ü də vuran zaman 8 olacaq. 4x-dən 3x çıxanda x bərabərdir 8'dir. Deməli, absis ordinatına bərabər olduğu üçün y-in də cavabı 8'dir. Bizə deyir, bu nöqtələrin koordinatlarının cəmini tap. X üstəgələk y, yəni 8 üstəgələk 8, bu da 16 edir. Düzgün cavabımız deməli 14 nömrəli sualda 16, yəni D variantı olacaq. Sonra baxaq 15 nömrəli suala. 15 nömrəli suala. Deməli, bizə belə bir qrafik veribdir. Bu funksiyası hansıdır? Bu funksiyanın qrafikini tapmaq üçün əslində x-ə qiymətlər verərək hansı cür hərəkət etdiyini tapa bilərik də. Məsələn, amma əzbərləsəz artıq bunu bilsəz daha yaxşıdır və vaxtınıza qənaət etmiş olarsınız. Bu funksiyanın qrafiki tərs funksiyanındır. Yəni y bərabər k bölü x funksiyasının qrafikidir bu hal-hazırda gördüyümüz. Bu da hansı uyğun gələcək? 1 bölü x. 1 bizim burada k-mızdır. K bölü x funksiyası olduğu üçün düzgün cavabımız B variantı olacaq.
Gəlin bax 16 nömrəli suala. Bizə belə bir funksiyalar veribdir. Burada k və b-nin işarəsini təyin etməyi soruşur. İstəyirsən buradan bunu bax, buna bax, buna bax, buna bax. Məcbur deyil hər birinə baxasan verilən funksiyanın rüblərində. Mən qəsdən birinci və ikinci rübdə olan funksiyaları bunları götürdüm. Bunlara baxacağam. Niyə bunlara baxıram? Çünki bizdə k ilə b-nin işarəsini təyin edir. Deyir. K burada da var, burada da var. Onsuz da biz bir dənə k tapdığımız üçün bir dərəsinə baxsam kifayətdir. Çox sadə misalda diqqətli şəkildə qulaq asaq. Birinci buna baxaq. Deməli, birinci rübdə olan funksiyamız deyilən şey bax bu xəttdir. Bax bu funksiyamız bu cür hərəkəti hara doğru gedir? Sağa doğru gedir, düzdürmü? X-imiz sağ tərəfdə, koordinat başlanğıcından sağ tərəfdə x-imizin qiyməti nə olur? Müsbət yoxsa mənfi? Sağ tərəfdə x müsbət. O zaman x-in üstünə müsbət yaz. Funksiyamız yuxarı qalxır. Y-imiz nədir yuxarıda? Müsbət. Müsbət. İndi baxaq. Nəyi müsbətə böləndə müsbət edir? Müsbəti müsbətə böləndə. Demək k-mız müsbət. Gəldik digərinə baxaq. Burada baxın sola gedir. Bizim x-imiz sol tərəfdə mənfidir. Funksiyamız sola doğru gedir. X-imiz mənfidir. Funksiyamız yuxarı qalxdığı üçün y-imiz müsbətdir. Nəyi mənfiyə böləndə müsbət edər? Mənfini mənfiyə böləndə. Demək b-miz də mənfidir. Amma k-mız da müsbətdir. B-miz mənfi, k-mızın müsbət olduğu. Deməli, düzgün cavabımız C variantı. Gəlin baxaq 17 nömrəli suala. Bayaqki sual tipindən biridir. Fikir versəz yenə mən sol tərəfə baxıram. Yəni bir rübdə olana baxıram da o birisinə baxmağa ehtiyac yoxdur. Çünki bizə k ilə b-nin işarəsini dediyi üçün k burada da var, burada da b var. Yəni bunlara baxsam kifayətdir. Alta baxmağın heç bir əhəmiyyəti yoxdur. Yox, şagird varsa ki mən alta baxıram, eyni şey alınır, eyni cavabdır. Gəlin baxaq birinci y bərabər b bölə x-ə. X-imiz sol tərəfə getdiyi üçün sol tərəfdə x-imiz koordinat başlanğıcından solda x-imizin cavabı mənfidir. Yuxarı qalxdığı üçün funksiyamız y-imiz müsbətdir. Nəyi mənfiyə böləndə müsbət edər? Mənfini mənfiyə böləndə. Demək b-miz mənfi olmalıdır. İkincisinə baxsaq, x sola getdiyi üçün mənfidir. Y yuxarı qalxdığı üçün müsbətdir. Nəyi mənfiyə böləndə müsbət edər? Mənfini mənfiyə böləndə. Demək k-mız da mənfidir, b-miz də mənfi olacaq. Düzgün cavabımız A variantı. Bax 18 nömrəli suala. Bizə belə bir ifadə verilib. A da 0-dan kiçik, b də 0-dan kiçik. Y bərabər ax, bir də y bərabər bx funksiyasının qrafikinin hansı formada düzülməyini bizdən soruşur. Baxın, modula heç keçmirəm. A da mənfidir, b də mənfidir. Funksiyamızda a ilə b-nin mənfi olması, x-in qabağına axı biz k deyirdik. K bizim nəyimiz idi? Bucaq əmsalı. İndi k əgər mənfidirsə, neçənci rübdən keçirdi bizim funksiyamız? 2 və 4-cü rübdən keçməli idi. Ona görə birinci və üçüncü rüblərdən keçən, bax birinci rübdən keçir, 3-dən keçir. Bu variantlara şagird baxmamalıdır. Birinci rübdən keçir olmaz. Birinci rübdən keçirlər olmaz. Funksiyamız ikinci və 4-cü rüblərdən keçməlidir. Ona görə mən bir dənə koordinat ox çəkirəm. Bura x, bura y yazıram. Demək ki, bizim funksiyamız bu formada olacaq. Bax, bu formada olacaq. Amma iki dənə funksiyamız var. Biri ax-dir, birinci, ikinci və 4-cü rübdən keçəcək olan. Bir də bx-dir. O zaman bx də belə olsun. Amma təqribi deyirəm ha. Hansının hansı olduğu haqqında heç bir fikrim yoxdur. Amma funksiyalarımın belə olacağını bilirəm. Ya cavabım C variantıdır, ya da cavabım Y variantıdır. Bunda necə tapacağım? A-mızla B-miz arasında hər ikisinin mənfi olmağına rəğmən fərqliliklər var. Bizə deyir A B-dən kiçikdir. A B-dən modula modul B-dən kiçikdir. İndi A-mız mənfi olduğuna görə üzərinə mənfi yazıram modulun. B-miz mənfi olduğuna görə üzərinə mənfi yazıram. Modulda üzərinə mənfi yazıldığı zaman içinin işarəsini tapandan sonra necə çıxırdı? Əgər modulun içi mənfidirsə tərsinə çıxırdı. Mənfi A kiçikdir mənfi B-dən. Hər tərəfi mənfiyə vuranda A B-dən böyükmüş. A B-dən böyükdür, amma A mənfidir, B də mənfidir. Elə bir də deyə bilərsən, biri digərindən böyük olsun, amma mənfi olsun. Məsələn, mənfi 1, mənfi 3-dən böyükdür. Düzdürmü? Mənfi 1, mənfi 3-dən böyükdür. Həqiqətən də yerinə qoyanda mənfi 3-dən müsbət 3 çıxacaq, mənfi 1-dən müsbət 1 çıxacaq, 3 1-dən böyük olacaq. A B-dən böyük olmalıdır, amma mənfidir. Ona görə də mən A-ya mənfi 1 verirəm, B-yə də mənfi 3 verirəm. Oldu B-miz. Bax, bu hissəyə yazıram. Mənfi 3x. Bu da A-mız mənfi x. Sizdən nəyə soruşmaq istəyirəm uşaqlar? Bizim y bərabərdir
kx plus b funksiyasında k mənfi olarsa bu azalan funksiyaydı artan. K mənfi olarsa bu funksiya azalan funksiya olmalıdır. Azalan funksiyada nə cür olur? Bax bu şəkildə azala gedir. Sizə sualım nədir? Sualım ondan ibarətdir ki, bax bu funksiya azala gedir. Bu da azala gedir. Bu da azala gedir. Bunlardan hansı şiddətli şəkildə azalır? Sizcə bu mu şiddətli şəkildə azala gedir, yoxsa bu mu şiddətli şəkildə azala gedir? Əlbəttə ikinci çəkdiyim. Çünki bu funksiya daha sürətli şəkildə aşağı meyl eləyib, daha tez dibə varır. Ona görə bu daha tez azalma baş verir. Yaxşı. İndi gəl bizim aramızdakı fərqə bax suallarımızın. Bu da azalan funksiyadır -3x, bu da azalan funksiyadır. Amma hansı daha tez azalacaq? Əlbəttə ki -3x. X-ə qiymət verdiyin zaman cavab -6 eləyir. 3 verəndə -9 daha tez azalma baş verir. Ona görə ən dibini bu görür. Bu kim idi? Bx olan idi, düzdürmü? Demək bu altda qalan, bax bu. Ən tez azalan Bx-dir. Sonra yavaş-yavaş azalan -x olan bu da Ax-dir. Gəl xəttləri tutuşturaq. Bu Bx-dir. O zaman Bx yuxarıda olmalıdır. Bu da Ax-dir. Ax da aşağıda olmalıdır. Bx yuxarıda, Ax aşağıda, düzgün cavab E variantı. Bunun başqa üsulları da var, ancaq yadında qalsın deyə bu üsulla sənə dedim. Gəlin baxaq 19 nömrəli suala. Bizə deyir fx funksiyası sabit funksiyadır. 3 dənə ifadənin funksiyanın hasilinə -27 veribdir. Bizdən f64'ü soruşur. Sabit funksiyada funksiyanın cavabı dəyişməzdir. Məsələn, f1'in cavabı sabit funksiya yazıram. Bir dənə fx sabit funksiyadırsa, əgər bunun cavabı a-dırsa, f1'in də cavabı a olmalıdır, f3'ün də cavabı a olmalıdır, f9'un da cavabı a olmalıdır. 3 dənə eyni ədədi bir-birinə vuranda a-nın kubu bərabərdir -27-yə. Nəyin kubu -27-dir? -3'ün. Demək fx funksiyamızın cavabı -3'dür. İstəyirsən bunun yerinə f64 yaz, yenə cavab -3'dür. İstəyirsən bunun f100 yaz, yenə cavab -3'dür. Cavabımızı soruşur bizdən -3 C variantı olacaq. 20-ci suala gəlin bir yerdə baxaq. Sabit funksiya olduğunu bizə şərtdə deyir. Deyir fx funksiyası sabit funksiyadır. F a üstəgələ b-ni tapın. Yadda saxlayın. Sabit funksiyada x olmaz. Çünki sabit funksiyada əgər x olarsa, bir funksiyada x olarsa, biz x-ə qiymətlər qoyduğumuz zaman cavab dəyişəcək. Necə yəni? Məsələn, fx bərabərdir x üstəgələk 4. Bu sabit funksiya deyil. Çünki biz f2'ni tapası olsaq, x-in yerinə 2 qoysaq, başqa cavab alacaq. F3'ü tapası olsaq, yerinə yazacaq, başqa cavab alacaq. Və funksiya müxtəlif cavablar alacaq. Sabit funksiya deyilir ki, x-ə istənilən qiymət versən, cavab dəyişmir. Ona görə ortada x deyilən bir şey olmamalıdır ki, biz x-in yerinə nə yazırıq yazar, cavab dəyişməsin. Sabit funksiyada x olmaz. Ona görə bu x-in yox olması üçün a-ya biz hansı qiyməti verərik ki, bura 0 olsun. A-ya 3 verərəm. Demək a-mızın qiyməti 3'dür. Bu getdi. Buranın 0 olması üçün b-yə nə verəcəm? B-yə 4 qiymətini verərik. Burada getdi. A-ya 3, b-yə 4. 2 dəfə 3'üm 6, 3 dəfə 4'üm 12. Cavabımız 18 oldu. Deməli sabit funksiya fx'in cavabı nə oldu? 18. Fx'in cavabı 18'dir. Bizdən f h üstəgələk b-ni soruşur. İstəyir bizdən f m-i soruşsun. İstəyir bizdən f y-ni soruşsun. Hər nə soruşsun. Sabit funksiyanın cavabı dəyişməz. Cavab B variantı. Gəlin baxaq 21 nömrəli suala. Bizə deyir sabit funksiyadır. Sabit funksiya olarsa k üstəgələk f2'ni bizdən soruşur. Sabit funksiyada üçüncü daha doğrusu qaydamız nədən ibarət olacaq? Kəsirli bir ifadə verərsə, belə bir düstur var, bilməyənlər dəftərinə qeyd eləsin. Fx sabit funksiyadırsa, ax üstəgələk b bölək cx üstəgələk d. Əgər fx sabit funksiyadırsa, a-nın c hasili b-nin d hasili nisbətinə bərabərdir. Üzr istəyirəm. A-nın c nisbəti b-nin d nisbətinə eynidir. X-lərin önlərinin nisbəti sərbəstlərin nisbəti ilə eynidir. O zaman buradan götürsək k-nı 5'ə bölək. K-nın 5'ə nisbəti müsbət 5'in -25'ə nisbətinə eynidir. Çapraz vursaq -25 bərabərdir. -25k bərabərdir 25'ə. K-nı burada -1 taparam. K-nı -1 tapdıq. Bizdən k üstəgələk f2'ni soruşur. K -1 üstəgələk. F2'ni necə tapacam? X-in yerinə 2 yazacam bu səfər.
Oldu belə. Gözə bunu silməyim. F2 bərabərdir. Şagird sabit funksiyada x olmaz axı. Ona görə x-i silməlidir. Deməli müəllim 5 bölünsün -25. İstəyir bizə F2 yox, F3'ü soruşsun. Yenə də eyni şeydir. Sabit funksiyada x olmaz. Bunu könül rahatlığı ilə sil. Cavab oldu 5 bölə -25. Bu da -5'də 1 deməkdir. Demək F2'nin də cavabı -5'də 1'dir. F7'nin də cavabı -5'də 1'dir. -5'də 1'si deməkdir? -0.2. Bu birisini -1 almışdıq. Bu da -0.2. Cavab -1.2 D variantı. Gəlin baxaq 22 nömrəli suala. 22 nömrəli suala deyir ki, funksiyaların düz xətlərinin kəsişmə nöqtələrinin koordinatlarının hasilini tapın. Bu növbəti bölümə aiddir. Kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün şagird verilən funksiyalar bir-birinə bərabər götürməlidir. 3x çıxılsın 7 bərabərdir 5x çıxılsın 13'ə. Mənfi 13'ü sola göndərəndə 13 çıxılsın 7 bərabərdir 5x çıxılsın 3x-ə. 6 bərabər 2x-ə. X-in cavabı 3 edəcək. X-i 3 tapdıqdan sonra aparıb ürəyin istədiyi yerdə yerinə yazarsan. Y bərabərdir 3 dəfə 5'im 15 çıxılsın 13'ə. Y də 2 edəcək. Kəsişmə nöqtəsinin koordinatları 3 ilə 2 olacaq. X-in yerində 3, Y-in yerində 2 dayanıb. Bizə bunların hasilini soruşur. 3 dəfə 2'im 6 düzgün cavabımız olacaq. Gəlin baxaq 23 nömrəli suala. Bu sualı əvvəlki biliklərlə də yazmaq olur. Amma funksiya bölməsi olduğu üçün gəlin bunu funksiya tərsində necə yazacaq onu göstərək. Bizə deyir ki, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə göstərən fx və gx funksiyalarının qrafikləri verilibdir. Və neçə dəqiqə sonra şagirdlərin oxuduğu səhifələrin ümumi sayı ikisi birlikdə. Yəni fx nə qədər oxuyubdur filan dəqiqəyə, gx nə qədər oxuyubdur hər nədir. İkisi bir yerdə 210 səhifə kitab oxusun neçə dəqiqədən sonra. Gəlin ilk öncə fx-in tənliyini yazaq. Fx xəttli bir funksiyadır, görürük. Kx üstə gələk b. Ancaq b-miz nə idi? B, y-i kəsən yerə b deyirlər uşaqlar, yadda saxlayın. Y-i sıfırda kəsdiyi üçün b-miz yoxdur. Bu kx funksiyasıdır. Və k-nı necə tapacaq? Şagird bu funksiyada k-nı tapmaq üçün burada yaranan düzbucaqlı bucaqdan alfanı tapmalıdır. K dediğimiz tangens alfadır. Yəni tangens alfa nə deməkdir? Bura 20'dir, buradan bura olan uzunluq. Hündürlüyümüz nə qədər verib? 18. Tangens qarşı katetin bitişik katete olan nisbətinə deyilir. Yəni 18'i böləcək 20'yə. 18'i 20'yə böləndə neçə eləyəcək? 2'yə bölsək 10'da 9. Yəni 0.9x. 0.9 üzr istəyirəm. K'nın qiyməti 0.9'dur. Aparıb bir yerinə yazan da 0.9'u. Funksiyamız oldu 0.9x. Bu bizim funksiyamızdır. Gəl o birisini tapaq. Bu birisi de kx funksiyasıdır. Düzdürmü? İndi bunun k'sını necə tapacağım? İndi bu funksiyada düzbucaqlı bucağa baxıram. Bax. Düzbucaqlı bucağa baxıram. Buranı 15 verib. Burada tangens alfa nəyə bərabərdir? Qarşı katetin bitişik katete olan nisbətinə. K2 deyək, bu da bərabərdir. 15'in qarşı katet 15 bölək bitişik katet, yəni 30'a olan nisbəti. 2'yə ixtisar aparsam, hətta 3'ə aparaq 5, 10, yəni 0.5. Bunun k'sı 0.5 olduğu üçün bu da oldu 0.5x. Funksiyalarımız bu şəkildədir tənliyimiz. Yəni 20 dəqiqə yerinə yazsaq 18 səhifə çıxacaq. Cavab 18 eləyəcək. Yəni 20 dəqiqəyə 18 səhifə oxuyub, 5 dəqiqəyə 5 vuraq 0.9 qədər oxuyub, x dəqiqədə bu qədər oxuyub. Bu funksiyamızın tənliyidir. Bu bizim cavabımız da nə qədər səhifə oxuduğudur. 1 yazsaz 1 dəqiqəyə nə qədər oxuyub, 2 yazsaz 2 dəqiqəyə nə qədər oxuyub onu göstərir. İndi ikisi birlikdə bunlar 210 səhifə oxumalıdırlar. Yəni 0.9x'in üzərinə, çünki bunlar aldığımız bu ifadə fx'in cavabıdır. Fx funksiyamız deməkdir. Oxuduğumuz kitabların sayını göstərirdi bu. 0.9x bu qədər oxuyur. 0.5x bu oxuyur. Toplam 210 səhifə oxumalıdırlar. Gəl görək x-ə nə verdi, işte bu belə olur. 1.4x bərabərdir 210'a. Hər tərəf 10'a vuranda 114 bərabərdir 2100'ə. İkisi də bərabərdir 2100'ü 14'ə böləndə deməli 150 edəcək. Deməli 150 dəqiqə bunlar hər ikisi birlikdə 210 səhifə oxuyarlar. Gəlin baxaq 24 nömrəli suala. Bizə belə bir funksiya verilibdir.
İlk öncə bu funksiya hansı funksiyaya aid olacaq? Biz əvvəlki suallara fikir verdik. Suallara diqqətli şəkildə baxaq. Bu funksiya ilə oxşayardı. Bu hansı funksiyanın qrafiki idi? K bölü x funksiyasının qrafikidir, düzdürmü? Bizə belə bir sual veribdi. Deyir ki, qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir yerinə yetirəcək iş müddətləri arasında asılı qrafik verilmişdir. 20 işçi həmin bu işi neçə günə yerinə yetirər? Burada zaman verib, burada işçilərin sayını veribdir. Gəl ilk öncə funksiyamızı yazaq. Y bərabər k bölü x funksiyasından söhbət gedir. Bu ox x oxudur. X-ə n plus 1 qiymətini verdiyimiz zaman cavabımız 10 çıxıb. Demək ki, y-imiz 10'dur da, y 10 bərabərdir k bölək x-ə nə verəndə? N plus 1. Buradan k-nı tapası olsaq, çapraz vuranda 10n, 10'u 1'ə vuranda 10. Gəl indi o birisini də yerinə yazaq. X-ə n üstə gələk 7 yazanda cavabımız n çıxıb. Yəni cavabımız n çıxıb nə zaman? K bölək x-in yerinə n üstə gələk 7 yazanda. Buradan k-nı tapası olsaq, n-i n-ə vuranda n kvadratı, n-i 7'yə vuranda 7n edəcək. Hər ikisində k eyni olduğuna görə biz bu ifadələri bir-birinə bərabər götürək. N kvadratı üstə gələk 7n bərabərdir 10n üstə gələk 10'a. 10n'i sola göndərəndə n kvadratı üstə gələk 7n çıxılsın 10n, onu sola göndərəndə çıxılsın 10 bərabərdir 0'a. Deməli, n'in kvadratı çıxılsın 7n-lə 10n'i çıxanda qalacaq 3n, çıxılsın 10 bərabər 0'a. Şagird burada kökləri tapmağı bilməlidir. Köklər hasilimiz mənfi 10. Toplayanda 3 eləyəcək ədədlərimiz deməli olacaq neçə? 5 ilə mənfi 2. Vuranda mənfi 10 eləyir. Toplayanda da həqiqətən 3 edir. Hansını götürəcəm? Bizim funksiyamız birinci rübdə olduğu üçün y-imizin qiymətləri də arta getdiyi üçün burada qiymətlərimiz müsbət daxil. N-i mənfi 2 götürə bilmirəm. N müsbət 5 olmalıdır. N-i 5 tapdıqdan sonra aparıb yerinə qoyub k-nı tapaq. N-i yerinə 5 yazsam nə oldu? 10 dəfə 5'im 50, üstünə də 10 gələndə 60. Demək k-mızın qiyməti 60'dır. Tənliyimiz hazır oldu. Y bərabərdir 60 bölək x tənliyi. Vəssalam, şagird istəsə hər şeyi daha buradan tapa bilər. Mənə deyir ki, 20 işçi kim idi? Sayı, işçi sayı, bura y. Y-in yerinə 20 yazacağım. 20 işçi 60 bölək neçə günə? Zamanın yerinə də nə dayanıb? X-in də x. 20 işçi 60 bölək x. 60'ı nəyə böləndə 20 eləyəcək? 3. Demək ki, 3 günə yerinə yetirərlər. Gəlin baxaq 25 nömrəli suala. 25 nömrəli suala deyir ki, funksiyanın qrafiki ordinat oxunu mənfi hissəsi kəsər. A-nın neçə tam qiymətində. Bir dənə koordinat oxu çəkirəm. Bura x yazaq, bura y yazaq. İlk öncə funksiyamızın hansı cins funksiyaya aid olduğuna baxaq. Funksiyamız y bərabər kx üstə gələk b funksiyasıdırmı? Xəttli funksiyada bir dənə x olmalıdır. Bəli, ortada bir dənə x var. Demək bu xəttli funksiyadır. Xəttli funksiyamızdırsa bunun qrafiki, deyir funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəssin. Ordinat oxu budur. Bunu mənfi hissədə kəssin. Ya belə də ola bilər. Bax, ordinatı harada kəsdi? Mənfi hissədə kəsdi. Bu cür də ola bilərmiş. Digər variant nətər ola bilər sizcə? Bu birinci variant olsun. İkinci variant da budur. Yenə mənfi hissədə kəsəcək. Bax, y bura yazıram, x bura yazıram. Bax, bu formada. Yenə ordinat oxunu mənfi hissədə kəsdi. İndi hər iki haldakı fərq nədən ibarətdir? Fərq ondan ibarətdir ki, deməli bizim b-miz y oxunu mənfi hissədə kəsəcəksə, y kəsən yerə biz b deyirik. B-miz nə olmalıdır? Mənfi. B-miz nədir? Y bərabər kx üstə gələk b funksiyasındakı bu b. Demək b-mizin qiyməti mənfi olmalıdır. Bizim funksiyadakı b kimdir? K2 bu k'dır. B-miz geridə qalandır. Yəni 3a-nın kvadratı çıxılsın 14'a kiçik olmalıdır 0'dan, yəni mənfi. A-nın ötəsi kənarına çıxarsam 3a çıxılsın 14 kiçikdir 0'dan. Hər bir vurğu 0'a bərabər edək. A bərabər 0 köklərimizi tapırıq. 3a çıxılsın 14 bərabərdir 0'a. A-mız da bərabərdir 14 bölək 3'ə.
Ədəd oxumda şagird qiymətləri yazır. 0-ı yazır. Bir də 14 bölək 3. Bu da təqribən neçə eləyir? 14 3-ə böləndə 4 tam onda neçəsi? Atıram 4 tam onda 5. Özümdən yazdım təqribi ha. İşarə təyin eləməliyik. Bərabərsizlik həll edə bilməyənlər varsa diqqətlə qulaq assın. Bərabərsizliklərdə kökə ədəd oxumda qeyd olunur. Daha sonra işarə təyin olunur. Əgər qabaq müsbətsə, kvadratın önü müsbətsə, ən sağda müsbət yazırıq, sonra əksi formasında, dalğavari formada yazırıq. Mənfi müsbət. Bizə 0-dan kiçik, mənfi qoyduğun yerləri götür dediyi üçün cavabımız 0 ilə 4.5 arasında olacaq. Bizdə nəyə soruşur? A-nın neçə tam qiymətində? Deməli, burada 1 var, 2 var, 3 var, 4. Demək ki, cavab 4 tam qiymət olacaq. Düzgün cavabımız 25'də 4 olacaq. Gəlin baxaq 26 nömrəli suala. 26 nömrəli suala deyir ki, m parametrin hansı müsbət qiymətində funksiya sabit funksiya olar? Sabit funksiyada dediyim ki, qayda var. X-in qabağına nisbəti sərbəst ədədin sərbəst ədədə nisbətinə bərabərdir. Burada m kvadratı bərabər 36. Nəyin kvadratı 36 eləyər? Ya 6-nın ya da -6-nın. Bizdə m-in müsbət qiymət dediyi üçün cavab 6 olacaq. Düzgün cavabımız. Gəlin baxaq 27 nömrəli sual. Bizə deyir ki, funksiyalar verilibdir. Bunlara aid uyğunluğu müəyyənləşdirməyi soruşur. Birinci baxaq 2x plus 3y bərabər 5 funksiyası haqqında. Deyir, qrafik koordinat başlanğıcından keçər. Koordinat başlanğıcından keçən funksiyalarda x-in yerinə 0 yazanda y-in cavabı 0 çıxmalıdır. X-ə 0 versəm, y-ə 0 vermiş oluramı? Yox. Belə bir şey olmur. Həqiqətən x-ə 0 verəndə, y-ə 0 verəndə cavabın 5 çıxmayacağına görə koordinat başlanğıcından keçmir. Bucaq əmsalı -1/5-ə bərabərdir. Bucaq əmsalı biz k-ya deyirdik. K da x-in önünə deyirdik. Gəl buradan 3y tapaq. 3y bərabərdir 5 çıxılsın 2x. Hər tərəfi 3-ə bölək. 5 bölək 3 çıxaq 2x bölək 3. Bucaq əmsalı x-in qabağına deyirik. Yəni -3/2, o da 1/5 deyil. Sonra gəlin baxaq. Deməli, üçüncüyə. Qrafik 1-1 nöqtəsindən keçir. Yəni, x-ə 1, y-ə də 1 versəm, cavab ödəyir. Həqiqətən ödəyirmi? X-ə 1, y-ə 1 versək, 2 ilə 3-ün cəmi 5, bəli, ödəyir. Ona görə 1-ə düzgün cavabımız C variantı. Deməli, C variantı silindi. Vəbşən bunu silək. D variantına baxaq. Apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Apsis oxunun müsbət istiqaməti ilə. Bucaq əmələ gələn bucağa biz k deyirik. K tangens alfa. Tangens 135 dərəcədə. -1 cavabını alır. Gəl görə həqiqətən ödəyirmi? Tangens k-ya deyirik. 3y bərabərdir. Bizə verilən misaldan danışıram. -2x üstəgələk 5 olur. 2x'i sağa göndərəndə. Hər tərəfi 3-ə böləndə bizim bucaq əmsalımız 3/2 olur. Yəni 135 dərəcə olmur. Bizim k-mızın qiyməti -3/2x üstəgələk 5. O zaman buna da aid deyil bu. Qrafik -1-dən 3/2 3/2 arasından keçirmişdir. Deməli, x-in yerinə -1 yazın, y-in yerinə də 3/2 yazın. Görün ödəyirmi? 3'ü 3/2'ye vuranda bunlar gedəcək 2 qalacaq. 2'ni -1'ə vuranda -2'nin üstünə də 2 gələndə 5 eləmir. O zaman 1'ə təkcə uyğun gəldi. C variantı. Gəlin baxaq ikincisinə. İkincisində nə deyir? 3x-lə 3y-in cəmi -1'dir. Deyir, koordinat başlanğıcından keçir. A variantına baxaq. Mən x-ə 0 versəm, y-ə də 0 versəm cavab pozulmurmu? Əlbəttə ki, pozulur. Ona görə koordinat başlanğıcından keçməyəcək. Bucaq əmsalı -1/5-ə bərabərdir deyir. Gəlin ilk öncə belə eləyək. 3y bərabərdir. 3x-i sağa göndərəndə -3x çıxılsın 1. Hər tərəfi 3-ə bölək. Y bərabərdir. -2 çıxılsın 3/1. Apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Burada k tangens 135 eləyir uşaqlar. Bu da -1 demək. Hələ keçirilməyibdir. İndi bizim k-mız həqiqətən də -1 elədimi? 135 dərəcədə -1 deməkdir. Bəli, x-in qabağı mənfi olduğu üçün bu da uyğun gələcək. Kimə? 2-yə. 2-yə uyğun gəldi D variantı. Hələ ki. Y variantına baxaq. -1 qoyanda, y-ə də 3/2 qoyanda cavab alınarmış. -1 yerinə yazsaq -3, üstə gələk 3 vurulsun 3/2. Bunlar gedəcək. -3-ün üstünə
2 gələndə cavab -1. Bəli, ödəyir. Y variantı da ödəyir. 2-yə həm D, həm Y variantı. Deməli, bu variantlar gediblər. Bunu da aparmışıq. 3-ə də qaldı A ilə B variantı arasında. Gəlin onu da bir yerdə baxaq. 3-də də deyir ki, 3x üstəgələk 2y bərabərdir 0-a. Bucaq əmsalı deyir -1/5-ə bərabərdir. Gəlin bunu yazaq. 2y bərabərdir. 3x-i sağa göndərəndə -3x. Hər tərəfi 2-yə böləndə -3x bölə 2. Yəni -1/5x. Deməli, bucaq əmsalımız x-in qabağında deyirlər. Bucaq əmsalımız k-mız -1/5-dir. Bəli. 3-ə uyğun gəldi B variantı. Biz neylədik buradakı yazılanlar? Eyb yox. 3-ə B variantı. 1-ə gəlmişdi C. 2-yə də gəlmişdi D ilə Y. A qaldı. Qrafik koordinat başlanğıcından keçər. Mən x-ə 0 versəm, y-ə də 0 versəm, gör cavab pozulur. 0-ın üstünə 0, bəli, pozulmur. Ona görə koordinat başlanğıcından keçəcək. 3-ə həm də A variantı uyğundur. Gəlin baxaq 28-ə. 28-də birinci başlığa baxaq, birinci bölməyə. Deyir, k-da müsbət, B-də müsbət olarsa. Biz demişdik ki, k-mız müsbətsə birinci, üçüncü rüblərdən keçir. B-miz də müsbətsə, B y-i kəsən yerdir. Bax, B yuxarıdan kəsib. Demək, 1-dən 3-dən keçəcək. Amma əlavə olaraq burada hansı rübdən keçir? İkinci rübdən də keçir. Variantlarda bunu da yəqin ki, qeyd ediblər. Deməli, birinci, ikinci və üçüncü rüblərdən keçir. Bəli, 1-ə uyğun gəldi B variantı. Başqa birincisinə aid olan heç bir şey görmədiyim üçün ikincisinə keçirəm. K-da mənfi, B-də mənfi. Əgər K mənfi olarsa 2 və 4-dən keçir. B-də mənfi olduğu üçün aşağıda olacaq. Yəni necə? Bax, K-da mənfi olsun, B-də mənfi olsun. Bax, bu budur. K-mız, üzr istəyirəm, çox üzr istəyirəm, mənfi olmaq budur. İkinci və dördüncü rüblərdə K-mız mənfidir. Aşağıda kəsdiyi üçün B-də mənfidir. Gəlin, burada görək nə bilirik? Funksiyamız demək 2-dən keçəcək, 3-dən keçəcək, bir də 4-dən keçəcək. 2, 3, 4, 2-yə D variantı. Əlavə olaraq bu funksiyam x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq nə cür bucaqdır? Kör bucaqdır. Apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq kör bucaqdır. O da uyğun gələcək 2-yə, həm də Y variantı. Gəlin indi baxaq üçüncüsünə. Üçüncüsündə nə deyir? K1 olarsa, B0 olarsa. K-mız 1 demək müsbət deməkdir. K-mız 1-dirsə, birinci, üçüncü rüblərdən keçəcək. B-miz də 0-a bərabərdirsə, koordinat başlanğıcından keçəcək. Bax, budur. K-mız müsbətdir. B-miz də 0-dır. Yəni, koordinat başlanğıcından keçir. Buna hansı uyğundur? Birinci və, deməli, səhv oxumuruq ki, yox. Birinci və üçüncü rübün deyir, tənböləndir. Bəli, həqiqətən də 1-dən və 3-dən keçən bu tənböləndir. Uzağı yarıya böləcək olan bir tənböləndir. 3-ə də uyğun gəldi A variantı. Bunları harada yazdım mən? Bir dəqiqə. Eyb yox, gəlin buraya yazdım. 3-ə A variantı uyğun gəldi. 1-ə uyğun gəlmişdi. K-mız da müsbət, B-miz də müsbətsə 1-dən, 2-dən və 4-dən keçirdi. 1-ə B variantı uyğun gəlmişdi. 2-yə D ilə Y uyğun gəlmişdi. 3-ə də A variantı uyğun gəldi. Gəlin, 29 da E ilə bu tipdə bir sualdır. K-mız mənfidir, B-miz müsbətdir. K-mız mənfidirsə, B-miz müsbətdirsə belə bir şeydir. K-mız mənfi 2 ilə 4-dən keçir. B-miz yuxarıdadır, B-miz müsbətdir. Demək ki, 1-dən, 2-dən və 4-dən keçməlidir. 1-dən, 2-dən və 4-dən keçir. 1-ə C variantı uyğundur. Sonra 1-dən, 2-dən və 4-dən keçirdikdə biz bunu apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq kör bucaqdır. Bizdən eti bucağı sorusu bu buna aid deyil. İkincisinə baxaq. K-mız müsbət, B-miz mənfi. K-mız müsbətsə, B-miz mənfidirsə belə olmalıdır. Çünki 1-dən keçməlidir, 3-dən keçməlidir. K-mız müsbət, B-miz isə mənfi. İndi bax, buna uyğun olan hansıdır? Birinci rübdən keçdik, 3-dən keçdik, bir də 4-dən keçdik. 1, 3, 4-dən keçirmiş, 2-yə A variantı uyğun gəldi. Əlavə olaraq baxa bilərik ki, apsis oxunun, bu x oxudur da, x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bu bucaq nə cür bucaqdır? İti bucaqdır. Ona görə apsis oxunun müsbət istiqaməti ilə iti bucağa əmələ gətirir. Bəli, Y variantı da uyğun gələcək.
Gəlin sonuncusuna bax 3-ə. K'mız mənfidir, B'miz sıfırdır. K mənfidirsə 2 ilə 4-dən keçməlidir. B sıfırdırsa koordinat başlanğıcından keçir. Amma yenə də nədən keçir? İkinci və dördüncü rüblərdən keçir. Deməli, düzgün cavab 3-ə də B variantı. Gəlin baxaq növbəti 30 nömrəli suala. 30 nömrəli sualı gəlin birinci deməli funksiya yolundan da yaza bilərik. Elə öz bildiyimiz üsullarla da yazmaq olar. Bizə deyir ki, A kranı var, bir də B kranı var. A kranı suyu doldururmuş. Hovuzu doldurmaq üçün A kranından istifadə olunur. Boşaltmaq üçün də B kranından istifadə olunur. Bu hissə zamandır. Bu hissədə suyun miqdarı. Deməli, A kranı 2 saat müddətinə A kranından danışıram. 18 litr su doldurur. A kranı 2 saata 18 litr su doldurursa 1 saata nə qədər litr su doldurar? Demək 9 litr. Bu birisi 3 saata 15 litr su boşaldır. B boşaldandır. Bu 3 saata 15 litr su boşaldırsa 1 saata nə qədər su boşaldacaq? X desəm, buradan X'in qiymətini tapacağım. 15 3'ə böləcəm 5. Demək ki, bu da 5 litr su boşaldır. Deməli, 1 saat ərzində bizim hovuzumuz, bu hovuzumuz 1 saat içində bu proseslərdən keçir. 9 litr su tökülür. 5 litrdə su çıxılır. Əlimizdə neçə litr qalır? Əlimizdə qalır 4 litr. Bunlar hamısı 1 saatda gelişən hadisələrdir. Bizə də deyir ki, 8 saat açıq qalsaydı. O zaman 8'ə vursaq 32 litr su dolacaqdı. Demək ki, bizim bu çənimizdə nə qədər? 32 litr su olar. İndi bizə də deyir ki, çənin öz tutumu 50 metr kubdur. 50. Deyir, bunun neçə faizi su ilə dolar? 32 bölərəm ümumi qabın ölçüsünə vuraram 100'ə ki, neçə faiz olduğunu tapaq. Bu da edəcək 64 faiz. Demək ki, suyun neçə faizi? 64 faizi su ilə doludur hovuzun. 31 nömrəli suala baxaq. Bizə belə bir funksiya verilib. Deyir, qrafik yalnız birinci və ikinci rüblərdən keçsin. Sənə desəm, koordinat oxunda birinci və ikinci rüblərdən keçsən, mənə funksiya çək. Uşaqlar, bu tip suallarda ilk öncə funksiyanın nə cür funksiya olduğuna baxmalısınız. Kvadratikdirmi, paraboladırmı? Bu kvadratları görüb çaşmayın. Burada x-imizin qüvvəti 1'dir. Bu xətti bir funksiyadır. Kx plus b. K'mız x'in qabağıdır. Bax, bura k'dır. B'miz isə budur. İndi funksiyamız birinci, ikinci rüblərdən keçməsi. Birinci rüb buradır, ikinci rüb də buradır. Bax, bu cür olmalıdır. Yalnız 1'dən 2'dən keçsin. Burada da K'mızı soruşsanız, K'mız uşaqlar 0'a bərabərdir. Bilməyənlər bilsin. B'miz y-i kəsən yer olduğu üçün yuxarıda kəsdiyindən B'miz müsbət olmalıdır. Amma K'mız 0 olmalıdır. Əgər bizim funksiyamız x oxuna bu oxa paraleldirsə, yadda saxlayın, K'mız 0 olur. K'mızda y bərabər kx üstəgələk b-də K'mız x'in qabağına deyirlər. X'in qabağı, bax, bura bir dənə k deyəcək. O 0 olmalıymış. Ona görə yazıram ki, a kvadratı çıxılsın 10a üstəgələk 6 bərabərdir 0'a. Hasili 6. 16 düzdür istəyirəm. Bu 16'dır. Hasili 16. Cəmi 10 eləyən ədədlər hansılardır? 2 ilə 8. Bunun hansını götürəcəm? Dedim, axı, b'miz müsbət olmalıdır. B budur. Bura müsbət olmalıdır. Ona görə aparıb 2'ni yerinə yazaram. 2'nin kvadratı 4. 9'dan 4 çıxanda müsbət qalır. Düzgün cavabımız olacaq 2. Gəlin baxaq 32 nömrəli suala. 32 nömrəli suala baxaq. Deyək ki, bizim funksiyamız yalnız 3-cü, 4-cü rüblərdən keçməlidir. İndi isə 3-cü, 4-cü rüblərdən keçən funksiya çəkmək lazımdır bizə. Birinci rüb buradır, ikinci rüb buradır, üçüncü rüb bura, 4 də buradır. O zaman belə çəkməliyik. Yenə də K'mız nədir? K'mız 0'dır. Çünki x oxuna paralel bir funksiya varsa, K'mızın qiyməti 0'dır. Aşağıda kəsdiyimiz üçün B'mizin qiyməti mənfi olmalıdır. K'mız 0 olmalıdır. K x'in qabağına deyirik. Bura 0 olmalıdır. Yazıram a'nın kvadratı minus 8a üstəgələk 15 bərabər 0. Hasili 15 cəmi 8 eləyəcək ədədlərimiz 3 ilə 5'dir. İndi bunlardan hansını götürəcəm? B'miz mənfi olmalıdır. 5'i aparıb yerini yazsaq, məsələn, a'nın yerinə 5 yazsaq. Düzdürmü? Burada. A'nın yerinə 5 yazsaq, 5'in kvadratı 25. 16 çıxanda da
9 qalır. Müsbət qalır. Mən bunu istəmirəm axı. 3-cü rübdə kəsmək üçün B mənfi olmalıdır. Ona görə 3-ü yazacağam yerinə. 3-ün kvadratı 9. 9-dan 16 çıxanda mənfidir. Ona görə cavabımız olacaq 3. Gəlin baxaq 33 nömrəli suala. Deməli 33 nömrəli sualda belə bir şəkil veribdir. Bizə deyir ki, m-lərin ala biləcəyi qiymətlərin cəmini tap. Şagird funksiyaya baxanda burada bir dənə nəyin olduğunu öyrənməlidir. Bu funksiyam xətti funksiyadır. Kx plus b-nin qrafikidir. Buna çox takılmayın bura. Bu bizim k-mızdır, bu yekəlində olan bir şey. K, x, üstə gələk. Bu da bizim b-mizdir. Yaxşı. Sadəcə uzun ifadələr veriblər də. Birinci, üçüncü rüblərdən keçdiyi üçün k-mız müsbətdir. Yuxarıda da kəsdiyi üçün b-mizin də cavabı nə olmalıdır? Müsbət olmalıdır. K-mız budur. Bu da müsbət olmalıdır. Yazıram. 4m çıxaq m kvadrat üstə gələk 12. Müsbət olmalıdır. Deməli, digər ifadəni də 10m çıxılsın, m kvadrat çıxılsın 16. Bax, bunu. Bunu da sıfırdan böyük elədim. Niyə? Çünki bizim b-miz y-i yuxarıda kəsdiyi üçün müsbətdir. Hər iki bərabərsizliyi həll edəcəm. Birinci bərabərsizliyimizi gəlin həll edək. Mənfi m-in kvadratı üzərinə gəlinsin 4m, üzərinə gəlinsin 12 böyük sıfırdan. Hər tərəfi mənfiyə vuracağım. M-in kvadratı çıxılsın 4m, çıxılsın 12 kiçikdir sıfırdan. Hər tərəfi mənfiyə vurdum. Bərabərsizliyi belə həll edirik. Köklər tapılmalıdır. Hasili mənfi 12 cəmi 4 eləyən ədədlər. Deməli 6 ilə mənfi 2. Vuranda 12 edəcək, toplayanda 4. Ədəd oxunda bunlar qeyd olunur. Mənfi 2 ilə 6 aralığı. İşarə təyin olunmalıdır. Əgər qabaq müsbətdirsə, müsbət, sonra mənfi, sonra müsbət kimi yazırıq. Bizə sıfırdan kiçik aralıqlar lazım olduğu üçün mənfi qoyduğumuz yeri götürürük. Cavabımız mənfi 2 ilə 6 aralığı olmalıdır. Digər bərabərsizliyi həll edək şimdi də. 10m çıxılsın m kvadratı çıxılsın 16 böyükdür sıfırdan. Deməli, hər tərəfi mənfiyə vursaq m kvadratı çıxılsın 10m, üstə gələk 16 kiçikdir sıfırdan. Mənfiyə vuran zaman işarə dəyişir. Köklər hasilimiz 16, cəmi 10 edən ədədlər 2 ilə 8-dir. Ədəd oxunda bunları da qeyd edirik. Yenə işarə təyin eləməliyik. Üstə gəlmə, çıxma, üstə gəlmə. Bizə kiçik aralıqlar lazım olduğu üçün 2 ilə 8 aralığıdır. İndi bizə kəsişmə lazımdır. Hər ikisinə uyğun olsun. Kəsişmə hardan har olacaq? Bu deyir ki, mənfi 2 ilə 6 aralığını istəyirəm. Bax, bu deyir ki, mənfi 2 ilə 6 aralığı olsun. Digər də deyir ki, 2 ilə 8 aralığı olsun. 2 ilə 8 aralığı olsun. Kəsişmə hara düşdü? 2 ilə 6 aralığında olacaq. Bizə də deyir ki, emin alacaq qiymətlərin cəmini tap. 3 olar, 4 olar, 5 olar. Bunların da cəmi edəcək 12. Gəlin baxaq 34 nömrəli suala. Bizə deyir ki, fx funksiyası xətti funksiyadır. Xətti funksiya verilibdir, sonra belə bir ifadələr veribdir. Bunların toplam cəmini verib 15x üstə gələk 12. Bizdən f5 soruşur. Şagird bu şəkildə yazmalı. Deməlidir ki, xətti funksiyam nətər olur? Xətti funksiya kx üstə gələk 5 şəklində yazılmalıdır. Mən sənə f5-i tap desəm, x-in yerinə 5 yazmazsan, f6-nı tap desəm, x-in yerinə 6 yazmazsanmı? İndi bizə deyir ki, f 3x minus 5-i tap. X-in yerinə nə yazacaqsan? 3x minus 5. Gəl tək-tək tapaq. Bax, f 3x çıxılsın 5-i axtarıram. Baxın. X-in yerinə yazacağım. Bax, bu x-in yerinə yazacağım. K vurulsun. X-in yerinə yazıram. 3x çıxılsın 5. Üstə gələk b. Çünki biz x-in yerinə yazdıq da bu qiyməti. Bax, bu ifadəni tapdım. İndi də gəl bunu açaq bir dənə. 3k2 çıxılsın 5k üstə gələk b. Bunu tapdıq. İndi də bunu tapaq. F 2x üstə gələk 3-ü tapaq. X-in yerinə f 2x üstə gələk 3-ü də tapaq indi də. Yerini yazacağım. X-in yerinə yazıram. K vurulsun. X-in yerinə yazıram. 2x üstə gələk 3 üstə gələk b. Bunu açası olsaq, olacaq 2 dənə k2 üstə gələk 3k üstə gələk b. Vəssalam. İndi bu f3x çıxılsın 5, bu da f2x üstə gələk 3. Bunlar toplayanda bu alınıbdır. Sadə bir proses idi. Uzun kimi görsənməyinə baxmayın. Uzun görsənən yer sadəcə bu qismidir. İndi bunları alt-alta toplamalıyıq. Çünki bizə deyir ki, bunları toplayın. O zaman biz bunları toplasaq, olacaq 3kx ilə 2kx toplayanda 5kx.
Mənfi 5k ilə 3k-nı toplayanda mənfi 2k. B'lər də toplayanda 2 dənə B. Bərabərdir 15 2 üstə gələk 12. Buradan nə baş verir? Deməli, 2 dənə funksiya bir-birinə bərabərdirsə, x-lərin qabaqları da eyni olmalıdır. Burada x-in qabağı 15-dirsə, burada da x-in qabağı 15 olmalıdır. Ona görə k-ya nə qiymət verək 15 olsun? 3. Demək k-mızın qiyməti 3-dür. 3 dəfə 5-im 15 edəcək. Burada sərbəst həddim 12-dir. Demək, bu da 12 olmalıdır. K-ya 3 verəndə mənfi 6 üstə gələk 2b bərabərdir 12-yə. 2b bərabərdir 18-ə. B də bərabər 9-a. B-ni 9, k-nı 3 tapdıq. Aparıb artıq yerinə yaza bilərik. B-nin yerinə 9, k-nın yerinə 3 yazacaq. Olacaq 3 2 üstə gələk 9. Bax, bu bizim funksiyamız, ana funksiyamız. Bizdən f5-i soruşur. X-in yerinə 5 yazanda 5 dəfə 3-üm 15, üstünə də 9 gələndə 24 edəcək düzgün cavabımız. Gəlin baxaq 35 və son nömrəli suala. Gəlin baxaq 35 nömrəli suala. Bu sualı əgər şagird funksiyalar bölməsinin sonuncu bölməsinə aşina deyilsə, yəni o haqda bir məlumatı yoxdursa, bu deyəcəyim qayda bəlkə onun üçün yad ola bilər, amma iki yola izah verəcəm. Hansı yol sizin üçün xoşdursa, o yolla da davam edə bilərsiniz. Birinci üsul deyək. Birinci üsul budur. Bizə el2 düz xəttinin tənliyini istəyir. Düz xəttin tənliyi ilk öncə bax bu el2-ni soruşmur. Düz xəttin tənliyi, bu haqda danışıram, bu nöqtə qoyum. Y bərabər kx plus b'dir. Bizə lazımdır burada bir dənə k, bir də lazımdır b. Düzdürmü? K necə yazacağım? K tangens alfa deməkdir. K-nı tangens alfa vasitəsilə taparıq. İndi hər nəysə. Gəl indi bir yazaq. Bu 4 nöqtəsidir. Düzdürmü? Bax bura 4 nöqtəsi. Bu düzbucaqlı bir üçbucaqdır mı? Hal-hazırda gördüyümüz bax bu üçbucaq. Düzbucaqlı bir üçbucaqdır. Mən buradan bir dənə hündürlük çəksəm, düzbucaqlı üçbucaqda düzbucaq təpəsinə hündürlük çəksəm, h kvadratı, bax, h kvadratı bərabər m-in düsturunu burada tətbiq edəcəm. M haradır, n haradır? Buradan bura m-dir, buradan bura geri qalan da n-dir, düzdürmü? İndi bu nöqtənin adı nədir? 4 nöqtəsidir, düzdürmü bu? Bunun x-i 4'dür da, yəni buradan bura demək 4 vahid gəlib. Güya nə qədər qalxıbdır? Güya da 4 vahid qalxıb. Demək bu nöqtə 4 nöqtəsidir. Bu A nöqtəsi. Demək buradan bura 4-dürsə, buradan bura 2 vahiddə sola gedib. Ümumi olaraq bura nə qədərdir? 6 deyilmi? Bəs hündürlüyümüzün uzunluğu nə qədərdir bu uzunluq? Bu uzunluq da 4 vahid deyilmi? Çünki 4 vahid deyil ki, yuxarı qalxıb. Demək hündürlüyümüz 4-dür. Burada elədi 6. Gəl burada bir x deyək. O zaman belə yaza bilərəm. 4-ün kvadratı, yəni h kvadratı m-in qaydasına əsasən 4-ün kvadratı bərabərdir 6 vurulsun x. Yəni 16 bərabər 6x isə x də bərabər 16 bölünsün 6-ya. 16-nı 6-ya böləndə neçə edəcək? Bir dəqiqə. Bəli, səhv eləməmişik. 16-nı 2-yə böləndə 8, 6-nı 2-yə böləndə 3. 8 bölü 3. Demək bu məsafə nə qədər oldu? 8 bölü 3. İndi biz daha buranı silirəm. Buralıq mənim işim yoxdur. Mən el2 tənliyini axtarıram da. Artıq bu düzbucaqlı üçbucağı fokuslanmanızı istəyirəm. Mən birinci k-nı tapacağım. Burada k, bu funksiyanın k-sını tapacağım. K tangens alfadır. Bizim bu funksiyamız kör bucaq əmələ gətirdiyi üçün, ikinci bir də dördüncü rüblərdən keçdiyi üçün k-mızın cavabı mənfi olacağını bilirəm. K-mız tangens alfadır. Alfanı yazdım. Əslində alfanı buraya yazmalıyım, amma kör bucaq olduğu üçün tam mənfini yerləşdirdiyim üçün alfanı buraya yazıram. Tangens alfa qarşı katetin bitişik katete olan nisbəti olduğuna görə 4'ü bölürəm 8 bölü 3'ə. Yəni mənfi 4 vurulsun, yerlər dəyişir 8'də 3. Bu da deməli ixtisar gedəcək. Olacaq mənfi 3 bölək 2. K-mızın qiyməti mənfi 3 bölək 2'dir. O zaman tənlikdə k-mızın yerinə tapacağımız qiyməti yazmışıq. Oldu y bərabər kx plus b deyil. K-nın qiyməti var. Mənfi 3 bölək 2 üstə gəlinsin b. Yəni 1/5 deyək də buna. Üstə gələk b. B necə tapacağım? 1/5 2 üstə gələk b, üzr istəyirəm. İndi bax. Bura zaten 4 nöqtəsi idi. Buradan bura 8 bölü 3'dür.
4'ün üzərinə 8 bölü 3 gələndə görək bura neçə eləyir bu nöqtənin uzunluğu. Bu mənə lazımdır. 4'ün üzərinə heç bu da lazım deyil. Yəni buradan da tapmaya bilərik. Əslində belə də ola bilər. Şagird 4'ün üstünə 4'ün üzərinə 8 bölü 3 gələr. Bura olacaq 3'də 20 eləyəcək. Amma heç bunu tapmasaq da olar. Gəl belə deyim. Bu düz xəttim. Bu düz xəttim. Bu 4 nöqtəsi, bax bu 4 nöqtəsi, bu düz xəttimin də nöqtəsidir, bu düz xəttimin də nöqtəsidir. Bu nə deməkdir ki, bu mənim bu düz xəttim 4 nöqtəsindən keçər. Yəni x-ə 4 verəndə y-im 4 alınıb. Gəl yoxlayaq görək nə alınır. X-ə 4 verəndə cavab 4 çıxmalıymış. 4 bərabərdir. 4 dəfə -1/5-ə -6. Üstə gələk b. B də buradan 10 edəcək. Vəssalam, b-nin yerinə 10 yaz. Cavabım çıxdı. Bax. Cavab -1/5x üstə gələk 10 şəklində oldu. Bu üsulla tapa bilərsən, ya da ikinci üsul necədir? Deyirsən ki, ilk öncə birinci düz xəttin tənliyini şagird tapmalıdır. L1-in tənliyini tapmalıdır. L1-in tənliyini tapmaq üçün şagird 2 nöqtədən keçən düz xəttin tənliyini qura bilməlidir. Bu düz xəttim bu nöqtədən keçir, bir də bu nöqtədən keçir. Yəni deməlidir ki, bu nöqtəm -2-yə 0 nöqtəsidir. Bu nöqtəm 4 nöqtəsidir. -2, 0 və 4 nöqtəsindən keçən düz xəttin tənliyini qurmaq üçün y bərabər kx plus b-də k-nı tapmaq üçün y2 çıxaq y1 bölək x2 çıxaq x1 düsturundan istifadə edə bilər. y2'miz 4'dür, y1'imiz 0'dır. x2'miz 4'dür, x1'imiz -2'dir. Bu deyilədir 4 bölək 6, yəni 3'də 2 edəcək. Birinci tənliyimizin k-sı 3'də 2'dir. Şagird birinci tənliyin k-sını 3'də 2 tapdı. İkinci tənliyin k-sını necə tapacaq? İki düz xətt perpendikulyar olduğu üçün ikinci düz xəttin k-sı, bax biz bunun k-sını tapdıq, bu düz xəttin. İkinci düz xəttimizdə də y2 desək, kx plus b. Onun k-sı bunun tərsinin əksi olacaq. Nətər yəni? Əgər iki düz xətt perpendikulyardırsa, k-ların hasili -1 eləməlidir. Bunun k-sı 3'də 2'dir. O birisinin k-sını bilmirəm, amma cavab -1 eləməlidir. K-nı tapmaq üçün -1 3'də 2'yə böləndə -2'də 3, yəni -1/5 eləməlidir. Hə, demək müəllim, o biri tənliyimiz olacaq, -1/5 olacaq k-sı. X üstə gələk b, vəssalam. X-in yerinə şagird qiymətləri qoyacaq. X-in qiymətini, y-in yerinə y-in qiymətini qoyub buradan b-ni tapacaq. Bu daha asandır, daha qısa versiyada gedir. Bu üsulla da yaza bilərsən. Yenə cavab eyni formada çıxır. Belə işte 35-ci sualın düzgün cavabı olacaq. Y bərabərdir -1/5x üstə gələk 10 şəklində. İkinci bölümündə görüşənədək sağ olun, salamat qalın. Əgər video sizlər üçün faydalı olsa, rəy bölməsində bildirməyi unutmayın. Görüşərik.